60-cı testin izahına baxaq. İsmin xüsusiyyətlərini daşıyan say işlənən hansı cümlədə ismin xüsusiyyətini daşıyan digər nitq hissəsi də işlənib? Şərtdə bizdən nə istəyir? Yəni, həm cümlədə isimləşmiş say olmalıdır, həm də isimləşmiş digər nitq hissəsi olmalıdır. Şərtin birinci hissəsini tapaq. Baxaq görək hansı cümlədə isimləşmiş say var. Bax, mən burada görürəm ki, E variantında azlıq çoxluğa tabe olsa da oxuyanlar çoxluq təşkil edənlərlə razılaşmadı. Bu cümlədə ümumiyyətlə isimləşmiş say yoxdur. Azlıq, çoxluq bunlar şəkilçisi qəbul etmiş, saydan yaranmış isimlərdir. Bunu çıxaq. Sonra A variantında uşaqlardan üçü burada isimləşmiş saydır. Sonra dünən qonaqların çoxusu, burada çoxusu isimləşmiş saydır. Sonra C variantında Cəlil bir neçə ildir ki, məktəbə gedib gəlirdi, ancaq oxuduqlarını tətbiq edə bilmirdi. Burada ümumiyyətlə isimləşmiş say yoxdur. Bir neçə say var burada. Sonra oxuduqlarını sözü var. Burada feili sifətli isimləşib. C variantında çıxaq. Sonra D variantında maral sürülərinin bir çoxu. Burada çoxu var isimləşmiş say. Yəni yerdə qaldı A, B, D variantları. Baxaq ki, isimləşmiş sayı tapdıq. Bir də deyir ki, isimləşmiş digər nitq hissəsi olsun. A variantında ancaq isimləşən sözümüz elə 3-ü sayıdır. Başqa yoxdur. B variantında dünən qonaqların çoxusu dediklərimi təsdiqləsə də cəsarət edib paşaya qarşı çıxa bilmədilər. Düzgün cavabımız elə bu olar. Çünki burada bax, çoxsu sözü var, isimləşib. Bir də dediklərimi. Dediklərimi sözü feili sifətdir. Mənsubiyyət və hal şəkilçisi qəbul edərək isimləşib. Düzgün cavabımız ona görə də olacaq. D nəyə görə olmadı? Artıq su açılan vaxt maral sürülərinin bir çoxu dağlara qalxmır. Günəş doğanda kənd bağlarında quşlar oxumurdu. Bu da sürülərinin çoxu mənsubiyyət şəkilçisi qəbul edib say isimləşib. Amma digər nitq hissəsi yoxdur. Yəni isimləşən digər nitq hissəsi yoxdur. Ona görə düzgün cavab B variantı olacaq.